Bax, görsən çəkilmişsən, reksiyələrini ki. Gördüm. İndi bu bir tərəfdəki. Azərbaycanda uşağın Dəmirov xəstəliyini sağaltmaq üçün mollaya dua yazdırıblar. Bununla bağlı görüntüləri həkim pediatr Afət İbrahimli sosial şəbəkə hesabında paylaşıb. Dua uşağın ayağında Dəmirov olan hissəyə əks olunub. İllərdir Azərbaycanda kütləvi cahillik xəstəliyinə yoluxdurulma prosesi gedir və biz bu gün bunun fəsadlarını öz üzərimizdə hiss edirik. İstər-istəməz bizdən sonra gələn yeni nəslə də bu virusu yoluxdururuq. Cəmiyyətimizdə hər birimiz daxilimizdəki cahillik xəstəliyi ilə mübarizə aparmalıyıq. Unutmayın, cahilliklə mübarizə etiraflarımızla başlayacaq. Həkim videoya şərh verib.